Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Təqva budur ki, insan günahlarla rastlaşarkən özünə sahib çıxa. İnsan təbii ki, yaşayır, günahlarla, haramlarla üzləşir. İnsan ki, günahla rastlaşır, günahla qarşılaşır, günahla qarşılaşarkən nəfsin idarə eləyə bilə, özün kontrol edə bilə, haramdan, günahdan özün saxlaya bilə. Buna deyərlər təqva. Günah nədir? Günah Allahın göstərişlərini pozmaq, günah Allaha qarşı çıxmaq. Təqva budur ki, insan Allaha qarşı çıxmaya. Günahla qarşılaşdıqda ilahi göstərişləri pozmaya. Belə olduqda təqvalı olur insan. İnsan ilahi göstərişlərlə Allah istədiyi kimi rəftar eləyə. İlahi göstərişlərə qarşı üsyan etməyə, qanunları pozmaya. Təqva budur ki, insan özün idarə eləyə. Təqva budur ki, insan özünü idarə eləyə, özün kontrol edə, öz nəfsin. Haçan? Günahlarla rastlaşarkən. Bilirsiniz, fərzən bax indi bir mənəvi bir mühit yaranır, insan məsələn yaxşı bir hal tapır, heç bir günah səhnəsi, şəraiti yoxdur. Belə olan halda təqvalı olmaq belə də hünər deyil. Amma elə ki, günahın səhnəsi yaranır, insan hansısa bir şəraitə düşür, hansısa bir mühit, günah səhnələri, günahla qarşılaşır, təqva orada bilinir. Təqvalı olmaq orada bilinir. Ki, insan günahla rastlaşarkən, günahla qarşılaşdıqda özünə sahib çıxır, nəfsini idarə edir, ilahi qanunları pozmur. Buna deyirlər təqva. Quran məntiqində üstünlüyün meyarı, ölçüsü fəqət təqvadır. Yəni günah etməmək, Allahla müxalifətçilik etməmək, Allaha qarşı çıxmamaq. Təqva üstünlüyün ölçüsüdür. Günah etməmək, Allaha qarşı çıxmamaq, təqva Quran məntiqində üstünlüyün ölçüsüdür. Qur'an-ı Kerim buyurur: Euzu billah, ya eyyuhen nas, inna xalaqnakum min zəkerin və unsa. Ey cəmaət, ümumi xitabdır. Quranın bəzi çağırışları, xitabları var, ümumidir. Bəziləri fəqət möminlərə aiddir. Məsələn, Quran bəzi ayələrində buyurur ki, ya eyyuhəl-ləzīnə amenu, ey iman gətirənlər. Bəzi ayələrində buyurur ki, ya eyyuhən nas, ey cəmaət. Yəni, bu artıq ümumi çağırışdır. İstər mömin, istər qeyri-mömin, bütün insanlara xitabdır. Allah buyurur ki, ey cəmaət, biz sizi bir qadın və kişidən yaratdıq. İnna xalaqnakum min zəkerin və unsa. Biz sizi bir qadın və kişidən xəlq etdik. Və cəalnakum şuuban və qəbailə litəarəfu. Sizləri dəstələrə, qəbilələrə böldük ki, tanınasınız, bir-birlərinizi tanıyasınız. Bu üstünlük ölçüsü deyil. Kim hansı qəbilədəndir, kim hansı millətdəndir, kim hansı qitədəndir, hansı ölkədəndir, tanınmağın meyarıdır, tanınmaq üçün, bir-birlərinizi tanımaq üçün. Üstünlük meyarıdır, ölçüsüdür. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında sizlərin ən sevimlisi, ən əzizi, ən üstünü təqvalılardır. İstəyirsən Allah yanında əziz, sevimli, üstün olasan, ölçüsü təqvadır. İnnəlləhə alimun xəbir. Allah bilən və agahdır, xəbərdardır. Bu barədə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur, ey cəmaət,
Həqiqətən sizin Allahınız bir. Ata, analarınız bir. Allahınız birdir, atınız bir, anınız bir. Hamının atası Həzrət Adəm, anası Həzrət Həvva. Həzrət də onu buyurur. Həqiqətən sizin Allahınız bir, atınız bir, anınız birdir. Sizin hamınız Adəmdənsiniz və Adəm torpaqdandır. Torpaq dayaqatda qalan. Diqqət edirsiniz. Yəni bir-birinizə qürur eləyəsiniz, iftixar eləyəsiniz. Mən filan millətdənəm, mən filan qəbilədənəm. Həzrət buyurur ki, yığışdırın bu söhbətləri. Sizin Allahınız bir, atınız bir, anınız bir. Siz hamınız Həzrəti Adəmdənsiniz, Adəm də torpaqdandır. Allah da Quranda buyurur ki, Adəmi torpaqdan xəlq etdim. Sonra Həzrət buyurur ki, sizin Allah yanında ən sevimliniz təqvalılarınızdır. Hər kəs istəyir Allah yanında üstün olsun, sevimli olsun, gərək təqvalı olsun. Həzrəti Rasulullah buyurur ki, ərəbin əcəmə heç bir fəziləti yoxdur, üstünlüyü yoxdur, təqvadan başqa. Əcəm yəni qeyri-ərəb. Ərəblər özlərin əcəmindən, qeyri-ərəblərdən üstün bilərdilər. İndi də o cürdür. Bəzi millətlər, ölkələr var ki, özlərin başqa millətlərdən üstün bilirlər. Məsələn, bu sehyonistlər, yəhudilər deyir ki, əsas bizik, Allah bizi istəyib, sevib, xəlq eləyib. Qalanların bizim üçün, bizə nökər, qul olmaq üçün xəlq eləyibdir. Almanlar deyərkən üstün millət bizik. Ərəblər o dövrdə deyərdilər ki, biz ərəbük, qeyri-ərəbə üstünük. Peyğəmbər Allah Resulü buyurur ki, ərəbin qeyri-ərəbə heç bir üstünlüyü yoxdur. Təqvadan başqa. Yəni üstünlüyün meyarı, ölçüsü Allah yanında, Quran məntiqində təqvadır. Yəni günahdan çəkinmək, təqvalı olmaq, Allaha üsyan etməmək. Nəticəsi budur ki, insan günah etməyəndə pak olur, təmiz olur. Hər kəs pakdır, təmizdir günahdan. Allah yanında dəyərlidir. Amma indi dövrümüzdə bəziləri, bəzi ölkələr dünyanı özünkü bilir. Belə deyək, dünyanın ağsaqqalı bunlardır. İddiaları da budur ki, dünyanı istər birbaşa, istərsə də dolayı yolla biz idarə etməliyik ki, ikinci xütbədə buna işarə edəcəm. Allah təbarək və təala Quranda başqa bir ayədə təqvanı insanlar üçün zinət adlandırıbdır. Təqva insana zinətdir, bəzəkdir. Mübarək Əraf surəsində 26-cı ayədir bu oxuyacağım ayə. Allah Zülcəlal buyurur, Əuzubillah, ya bəni Adəm, ey Adəm övladı. Qad ənzəlnə aleykum libasən yuvari səvatikum və rişə. Ey Adəm övladları, biz sizlər üçün libas, paltar göndərdik ki, özünüzü örtəsiz və sizə zinət olsun. İnsan libasın, bu zahiri, maddi libasın, paltarın vasitəsilə öz eyiblərin örtür və libas ona zinət olur. İnsan libassız olanda eyibləri aşkara çıxır, nöqsanları üzə çıxır. İnsan libasın vasitəsilə özünü örtür. Allah da buyurur ki, biz libasızı göndərdik sizlər üçün ki, özünüzü örtəsiz və sizlərə zinət olsun. Necə ki, maddi bu zahiri libas, paltar insan eyiblərini örtür, Quran ona işarə eləyir. Buyurur ki, və libasut təqva zəlikə xeyrun. Təqva libası daha xeyirlidir, daha yaxşıdır. Sonra buyurur ki,
Zalike min ayatillah leallehum yezekkerun. Bu təqva libası ki, sizləri səadətə çatdırır. Bu ilahi ayələrdəndir ki, siz Allahın nemətlərini xatırlayasınız. Necə ki, bu zahiri libas insanın eyblərini örtür. Bu paltar bizi soyuqdan qoruyur, istidən qoruyur və gözəlləşdirir. Təqva da bu cürdür. Təqva libası da insanın mənəvi cəhətdən eyblərini örtür, insanı günahlardan qoruyur, insana mənəvi gözəlliklər bəxş edir. Təqva libası. Ravi deyir ki, İmam-ı Sadiq əleyhissalama ərz elədim. Mən hər neçə ildə bir dəfə sizi görürəm, sizin görüşünüzə gəlirəm. Mənə elə şey buyurun ki, ona əməl edim. Həzrət buyurdu ki, səni təqvalı olmağa dəvət edirəm və çalışqan olmağa dəvət edirəm. Çünki bil, təqvasız çalışmağın heç bir xeyri yoxdur. İnsan çalışır, amma təqvası olmuyor. Həzrət İmam-ı Muhammed Baqir əleyhissalam da buyurur ki, o kəs ki, təqvası yoxdur, Allaha itaət eləmir, bizim şiyəmiz döyür. Allahın verirəm öz izzət kərəminə bizləri təqvalı bəndələrindən qərar versin.